Salam hamıya. Bugün sizə belə bir adyal toxumağımın master klassını göstərəcəm. Əslində bu elə də yeni bir şey deyil, amma biraz fərqli versiyadadır. Baxın belə qəşəng bu tərs üzüdür. Adyal olacaq. Böyük adyal olacaq. Yay adyalı. Deməli, yarnart cinsdən toxuyuram. Yarnart cins sapından. Bir də indi bütün məlumatları verəcəm. Çoxdan da ədyal toxumaq istəyirdim. Yaz, payız ədyalı. Deməli, bunun üçün ən çox tez toxuna biləcək bir motivlərdən fikirləşdim. O da bunu seçdim. Həqiqətən də tez toxunur və sap sərfiyyatı mümkün qədər azdır. Yastıdır, 3D filan deyil, belə relyefi yoxdur. Bu arxa tərəfi belə görsənir. Sırf bu kvadratın arxa tərəfi səliqəli görsənmiş olsa belə, indi nisbətən səliqəlidir. Mən tamam bunun hamısını toxuyub bitirəndən sonra arxasına parça tikəcəm. Elə bir yataq dəsti parçaları necə olur, yorğan üzü, yastıq üzü, yataq üstü, bax o parçalardan, pambıq parçalardan tikəcəm arxasına. Yarnart cins sapından seçdim, çünki yarnart cins sapından paltar yum maşında qəşəng rahatcana yumaq olur. Əla olur. İndi o adyalın özünü toxuyub bitirməyimə çox var, düzdür, yarımçıqdır çünki. Yenə də amma göstərmək istəyirəm sizə ideyasını. Çünki Allah bilir mən bunu nə vaxt bitirəcəm. Belə amma yəni görüntü çox xoşuma gəldi. Bir də rənglər çox qəşəng görsənir. Baxmayaraq ki, yay adyalı olacaq rənglər, amma mənə elə gəlir ki, biraz payız əhval-ruhiyyəli rənglər oldu. Deməli, rənglər hansını istifadə elədim? Deməli, bu ağ çərçivə üçün 03 nömrə. Deməli, bu bej rəng üçün 48. Bu yaşıl rəng üçün tünd yaşıl rəngdir. Biraz da xaki tonu var, elə bir biraz 82. Qəhvəyi rəng üçün 40. Bu tünd qırmızı ya bordo rəng deyə bilərsiniz. Bu da 66. Bunun rəng nömrələri. Deməli, sərfiyyatımız nədir? Ümumiyyətlə, mən hesablamaq istədim ki, planım o idi ki, deməli, mənim planım o idi ki, ədyal ölçüsü 150-nin 200 cm olsun. Bunu da hesablayanda, elə bir ki, bir dənə kvadrata toxudum, ətrafına bu ağ çərçivəni də toxudum, bunun enini ölçdüm. İndi kvadrat da eni uzunu eynidir. Elə bil ki 150-ni böldüm bunun uzunluğuna, elə bil bunun uzunluğu 11 cm oldu. Hə, bir kvadratın uzunluğu 11 cm çıxdı. Kısaca bunu 3,5 mm milçə ilə toxumuşam. Adətən yarnart cins sapını mən ancaq 3 nömrə mil ilə toxuyuram, amma bunu 3,5 ilə toxumuşam. Çünki sırf bu motiv üçün 3,5 yarıyır. Çünki 3 mm milçə ilə toxuyanda çox bərk çıxır. Deməli, bir dənə kvadratın uzunluğu 11 cm oldu təxminən. Ola bilər ki, siz eyni mənim kimi toxusanız, sizdə biraz fərqli olmuş ola bilər. Eyni ölçülərdən istifadə eləsək belə, hərənin əlinin sıxlığı var. Kimsə sıx toxuyur, kimsə boş toxuyur. Ona görə fərq ola bilər, özünüz üçün tənzimləyə bilərsiniz. Deməli, burada bir dənə kvadratları neçə sıra elədim? Mən deməli, 1, 2, 3, 6 sıradır. İndi bu kvadratın toxunuşuna yenə baxacaq, bu heç. İndi adyalın ölçüsünü məlumat deyim. Deməli, bir dənə yumaqdan 7 tam kvadrat çıxır və yaxud 6 kvadrat bir də yarımçıq. Məsələn, baxın. Burada indi bu tam kvadratlardır. Belə hazır toxunmuşam. Məsələn, olur ki, 7-cisi bax belə yarımçıq çıxır. Baxın, bircə qırıq burada qalıbdır. Sıranın tamamlanmağına, son sıranın belə yarımçıq qalıb. Belə, ya 6 ya 7 kvadrat çıxır. Deməli, ağ yumaq, deməli, bir dənə yumaq 21 yarım kvadratı çərçivəsini toxumaq üçün sərfiyyat gedir. Deməli, 21 dənə tam kvadrat toxudum belə ətrafı ilə. Bir də 22-ci kvadratın yarısına qədər toxuduq. Hardasa belə bir 2 tərəfi toxundu, qalan 2 tərəfi qaldı. Yəni, sərfiyyat üçün bunu nəzərdə tutaq. Ümumiyyətlə, burada nə qədər kvadrat lazım olacaq? Deməli, adyalımın eni
13 kvadrat olacaqdır. Bu 150 neçəsə santimetr olacaq. 150-160 santimetr arasında olacaq uzunluq. Deməli, adyalın eni 13 kvadrat, uzunluğu isə 18 kvadrat olacaq. Bu da 200 neçəsə santimetr olacaqdır. İndi bunu bitirəndən sonra, baxın, burada kənarlar belə vroci bu sərqəli kimi görsənir, amma atmasız sütunlarla belə çərçivəyə alacaq. Bircə sıra kifayət eləyəcək mənə görə. Siz istəsəz adyalların kənarına saçaq filan ya başqa bir bəzək də toxuya bilərsiniz. Sonra rənglərə görə də baxın, indi mən belə rənglər düzdüm. Bilmirəm niyə, hər nəsə ağlıma belə verdi, belə düzdüm. Ona görə, deməli, rənglərə görə mən də hesabladım nə qədər çıxır. Deməli, qəhvəyi rəngdən 63 kvadrat lazım olacaq. Qırmızıdan, yəni bordodan 54 kvadrat. Yaşıldan, yaşıl rəngdən 63 kvadrat. Bej rəngdən 54 kvadrat. Deməli, bura nə yazmışam? Hə, bu eynidir, o heç. Cəmilikdə 234 kvadrat toxumalıyam. İndi mən toxumuşam, deməli 4 sıra. Hələ ki 4 sıra toxumuşam. Hə, bir də qızlar, mən bayaq qeyd elədim ki, mənim bu kvadratın, axır bu motivin toxunuşu məndə əslində var YouTube kanalımda. Deməli, orada baxın bu nümunələri toxuyub göstərmişəm və ətrafındakı bu çərçivəni toxumağı göstərmişəm. Burada sadəcə rəng dəyişmişəm. Hər iki sıradan bir rəng dəyişmişim. Həmin videonun linkini bu videonun altında yerləşdirəcəm. Description boxda, orada aşağıda baxıb keçid eləyib baxa bilərsiniz ki, rəng dəyişəndə sıradan sıraya necə istəyirsiniz, necə eləmək lazımdır. Bir də ki, bir dənə də videonun linkini qoyacağım. Deməli, sapı kəsmədən, dayanmadan bu kvadratları birləşdirmənin yöntəmini, qapalı nənə kvadratının birləşdirmə metodunu videosu, o da var məndə çoxdandan. Onun da linkini qoyacağım burada aşağıda. İstəsəz baxarsınız. Niyə? Çünki mən sırf oradakı kimi eləməyəcəm. Burada biraz fərqli edirəm. Oradakı metodla elə bir ki, bütün kvadratların hamısını gərək toxuyub bitirəsən və sonra başlayırsan birləşdirməyə. Elə bir ki, birləşdirmə sırası bir dəfəyə gedir. Burada amma mənim ona səbrim çatmadı. Çünki istəyirəm ki, gözüm görsün ki, bax bu palatno əmələ gəlir. Ona görə mən şey elədim. Elə ki, bir dənə kvadratı, bax bunları belə-belə toxuyuram. Bir 5 dənə, 10 dənə, nə bilim, bir 20 dənə toxuyuram. Sonra başlayıram ağ sapla bir-bir birləşdirib toxuyub tikməyə biləcək. Göstərim buradan. Baxın, bu tərəfdə sonuncu kvadratı burada eləməmişəm. Bax, belə eləyirəm. Bir-bir ağ çərçivəni belə birləşdirim. Elə toxuma əsnasında elə bir ki, bunun çərçivəsini toxuya paralellə burada birləşdirirəm eyni vaxtda. Belə. Elə ki, ona görə onun hesabına artıq ailədə hazır bir şey alınır. Hər nəsə, yəni onlar da, o metodlara da baxmaq istəsəniz, keçək, ora baxa bilərsiniz. İndi gəlin başlayayım, sizə göstərim. Bunu bir də göstərəcəm, necə toxuyaq. Tezbazar biraz göstərəcəm, çünki buradakı videoda var. Sadəcə sıradan sıraya keçiddə biraz nüanslar olur. Yadımda deyil, bu köhnə videoda onu göstərmişəm ya yox. Oy, indi onu göstərək. Deməli, başlayaq motivin özünü toxumağa. Bu motivin sxemi indi başa salacağım. Bunun çərçivəsinin sxemi. Bir də bizə belə bir iynə lazım olacaq. Bu mənim ən sevimli iynəmdir. Sapların uclarını gizlətmək üçün, bax bu ucları. Deməli, çox nazik yox, çox da qalın yox. Yəni sapınıza ola bilər ki, siz başqa sapdan toxumaq istəyirsiniz bunları. Yəni iynə elə olmalıdır ki, əsasda başlığı ucu ilmələri dartışdırmasın, deformasiya eləməsin. Yəni bu səliqə ilə toxuduğunuzu böyük qulaqcıqlı iynə buradan keçsə, bunu dartıb korlayacaq. Məsələn, bax bu. Bu çox ikədir. Bu qalın saplara yarayır. Amma bu idealdır mənim üçün. Okey. Tak. Bir də istəsəniz, əgər lazımdırsa marker. Bu da
Baxarıq. Tak, 3,5 millimetr milçə. İndi qayçı da öz yerində. İndi bura baxın. Deməli, burada görürük ki, biz burada toxuyacaq 6 sıra. Hər sıranı fərqli rəngdə elədim, aydın görsənsin. Ən birinci başlayırıq zəncir halqasından. Siz əgər xoşlayırsınızsa, zəncir halqası yox, sehirli halqa eləyəsiniz. Deməli, həmin halqanın içinə biz toxuyuruq 8 ədəd, qısacası bu dardakini qoymamışım. 8 ədəd bir atmalı sütun. Sıranı başlamaq üçün 3 dənə zəncir qaldırırıq. Həmin o 3 dənə zənciri bir dənə bir atmalı sütun kimi hesablayırıq. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə sütun yerləşdiririk və hər sütunun arasında bir dənə zəncir toxuyuruq. Deməli boş məsafə. Belə, yadımdan çıxıb yazmamışdım ondan əvvəl. Hər nəysə. Bu bizim birinci sıramızdır. Birinci sırada təməl yaradırıq ki, biz sonra bu naxışın adı ümumiyyətlə balıq qulağıdır, rakoşki deyirlər. İngilis dilində də həmin mənada gedir. Shell stitch deyirlər, o da elə rakoşka mənasındadır. Deməli, birinci bünövrə yaradırıq, təməl yaradırıq ki, növbəti sırada həmin rakoşkaları, balıq qulaqlarını bura yerləşdirək, həmin boşluqlara. Deməli, ikinci sırada biz 4 dənə rakoşka yerləşdirəcəyik və o rakoşkaların arasında bir dənə atması sütun. Elə bir ki, 8 dənə burada boşluq var ki, yaratdıq birinci sırada. Həmin o 8 boşluğa bir dənədən bir boşluqdan bir rakoşkalar yerləşdiririk və onların arasında da atması sütunlar. Sonra da bunlar yenə növbəti 3-cü sırada təməl yaradırıq. O artıq biraz fərqli olacaq. Ondan sonra yenə rakoşkalarımızı yerləşdiririk. Və sonda, baxın, görüntü belədir əslində. Ətrafındakı kvadratı toxumasanız, yəni bunun ətrafı belə dalğalıdır. Və bu həmin gördüyünüz, bax, bu yanaşı, belə bitişik duran, bax, bu 2 dənə rakoşka, burada 2 dənə, burada 2 dənə. Bu kvadratın bucağı sayılır. Və biz bu bucağı da bucaqlaşdırmaq üçün, belə lap düzləşdirmək üçün həmin bax bu sıra kvadratları toxuyacaq. Hər rakoşkanın üstündən özünün hesabı var, nə qədər yerləşəcək. Neysə, başlayaq. Deməli, birinci sırada mən zəncir halqası yaradıram belə bu şəkildə. İlk ilməmizi yaradırıq və bu şəkildə. Bu ilk ilməni biz hesablamırıq. Milçənin üstündə duran ilməni saymırıq, o işlək ilməni. Deməli, bizə halqa üçün mənə 4 dənə zəncir kifayət eləyir burada. Siz öz əlinizin sıxlığına görə 3 və yaxud 5 eləyə bilərsiniz. 4 amma məncə əladır. 1, 2, 3, bu da 4. 4 dənə zəncir toxudum. Üzr istəyirəm. Deməli, bu 4 dənə zənciri halqaya birləşdirmək lazımdır. Ən birinci zəncirin içinə belə keçirəm. Arxadan sapı götürürəm, ön tərəfə çıxardıram. İndi bu sol ilməni sağ ilmənin içindən keçirdirəm və salam birləşdirdik halqamızı. İndi bu halqanın içinə, bayaq dediyim kimi 8 dənə bir atmalı sütun toxuyuruq, aralarında da bir dənə zəncir. Sıranı birbaşa sütundan başlamaq olmur, ona görə 3 dənə zəncir qaldırırıq. 3 dənə zəncir olacaq, sayırıq, bir dənə bir atmalı sütun kimi. Deməli, həmin bu zəncirdir. Deməli, burada bu zənciri toxuduqsa, 3 dənə zənciri, bir dənə də zənciri ilə birbaşa toxuyuruq. Bu ara məsafəsi 3-ün. Bu o deməkdir ki, başlayanda hamısını bir dəfəlik saysaq, 4 dənə zəncirlə toxuyub başlayırsınız. Sonra bir atmalı sütun, deməli, bir dəfə sap alıram milçənin üstünə, gedirəm halqanın mərkəzinə, sap alıram, çıxardıram ön tərəfə. 3 dənə ilməm var milçənin üstündə. 2-2 toxuyuram, sap alıram, ikisini bir toxudum, ikisi qaldı. Sap alıram, ikisini bir toxudum, ikisi qaldı.
Deməli biz bu hissəni toxuduq. 3 zəncir, bir dənə ara zənciri, bir dənə də bir atmalı sütun. İndi yenə zəncir toxuyuruq və bir atmalı sütunlarımızı toxumağa davam edirik. Bir zəncir məsafə üçün yenə sütun, zəncir, 8 dənə sütun və 8 dənə ara zənciri olana qədər toxuyuruq. Yadımda deyil birdən o köhnə videoda mən bu sxemi göstərmişdim, yoxsa yox. Burada elə bir ilk sıralar biraz fərqli olur, amma elə bir ikinci, dördüncü sıradan sonra məntiq təkrarlanır. 1, 2, 3, 4, 5, 6, 7, 8. Tamamına. 8 dənə oldu. İndi bunu birləşdiririk. Sıramızı bağlayırıq. Sıranı bağlamaq üçün mən nə edirəm? Deməli, biz toxuyanda, sıranı başlayanda 4 zəncir qaldırdıq da. 3 bir atmalı sütun hündürlüyündə, bir dənə də əlavə məsafə üçün. Deməli, 1, 2, 3, 3 dənə sayıram. Üçüncünün içinə keçirəm. Sürüşdürmə ilməsi ilə bu sıranı bağlayıram. İşte, sap alıram, çıxardıram ön tərəfə, sol ilməni sağ ilmənin içindən keçirdirəm. Bu bizdə sürüşdürmə ilməsidir. Bu bizim birinci sıranın sonu. İkinci sıranın məntiqini başa salmışdım. Ona görə birbaşa toxumağa davam eləyəcəm. Deməli, qızlar, baxın biz hardayıq? Biz indi bu boşluqlarda toxumalıyıq. Amma bizim bu olduğumuz yer, sıranın bağlandığı yer bu iki boşluğun arasındadır. Nə geriyə qayıda bilirik, amma qabağa gedə bilərik. Deməli, burada nə edirik? İndi növbəti boşluğa gedəndə biz sıramızı, əhəmiyyəti yoxdur, bir atmalı atmasız sütundan da başlaya bilərik. Baxın, bu X burada göstərilən atmasız sütunla. Bundan da başlaya bilərik. Rakuşka ilə də başlaya bilərik. Heç bir əhəmiyyəti yoxdur, yəni fərqi yoxdur. Kimin ürəyi nə istəyir eləyin. Mən atmasız sütunla başlayıram. Keçirəm bax bu növbəti ən yaxın olan boşluğa, sap alıb çıxardıram. 2 dənə ilmə var. O yox, burada yadımdan çıxdı. Sıranı bağlayandan sonra bir dənə zəncir toxuyun sıra başlığı üçün. Ondan sonra gedirik bu boşluğa, sap alıb çıxardıram. 2 dənə ilmə var milçənin üstündə, sap alıb ikisini də toxuyuram. Bu oldu bizim atmasız sütunumuz. Bura əgər yeni başlamışsınızsa, çaşdırma ehtimalı varsa sıranın başlanğıcını, ona görə burada elə bu atmasız sütunun başına bir dənə marker keçirdin. Bu sizə göstərəcəkdir ki, sıranı burada başlamışsınız. Getdik. Deməli, bir boşluğa atmasız sütun yerləşdirdiksə, keçirik növbəti boşluğa, ora rakuşka yerləşdiririk. Deməli, bir dənə rakuşkamız bu naxışda 7 ədəd bir atmalı sütundan ibarətdir. Bu yerə 7 dənə sütun yerləşdiririk. Sap alıram. Getdik. Bu bir. İkincisini də oraya. 7'sinin hamısını eyni yerə toxuyuruq. Bu 2. 3. 4. Bu 5. Bu 6. Bu da 7. Yəni yoxlayım özümü. 1, 2, 3, 4, 5, 6, 7. Əla, düzdür. Bu bizim bir dənə rakuşkamız. İndi gedirik növbəti bu boşluğa. Bura atması sütun yerləşdiririk. Keçirəm bura. Sap alıb çıxardıram. 2 dənə ilmə var. İkisini də sap alıb toxuyuram. Sonra gedirəm növbəti yerə. Burada rakuşka toxuyuram. 7 ədəd bir atmalı sütun. 2, 3, 4, 5,
6, 7. Sonra növbəti yerə atmassız sütun. Sonra növbəti yerə rakuşka. Belə 2, 3, 4, 5, 6, 7. Bu da bitdi. Sonra növbəti boşluğa keçirəm atması sütun. Baxın, sıramızı bitirmişik. 3 dənə rakuşkamız var. İkinci sırada, dördüncüsü də lazımdır və sıra bitir. Baxın, sıranın sonuna yaxınlaşırıq. Tak. 1, 2, 3, 4, 5, 6, bu da 7. Okay. Sıramızı necə bağlayırıq? Baxın, markeri hara yerləşdirmişdim mən? Bu ən birinci sıranın başlığındakı atması sütunun başına. Belə onun içinə keçin, belə. Sürüşdürmə ilməsi ilə sıranı bağlayın. Sap alıb çıxardıram. Sol ilmənin sağ ilmənin içindən keçirdirəm. Buna sürüşdürmə ilməsi deyirik. Burada bir dənə pauza verək. Niyə? Çox şiddətli şəkildə məsləhət görürəm ki, bütün ucları elə çıxan kimi gizlədəsiz. Çünki bu adyal üçün 200 neçə dənə kvadrat toxumaq lazımdır. Sonra qayıdıb o 200 neçə dənəni bağlamağa, gizlətməyə dəhşət vaxtınız gedəcək. Həm də adamın bezdirir. Bir dənə bu ucudan başda. Bu ucu, bu elə bir ki, kvadratı bitirəndən sonra çıxan ucu, bu ağ sapla çərçivəni toxuyanda gizlədirik. İndi onu da baxacaq o heç. Amma bax, bu ortadakı bu mərkəz bu var. Yəni, biraz da yaxınlaşdırım, göstərim. Yox, çox yaxındır onsuz. Bundan çox yaxın eləmək olmur. Okay. Tak, deməli, baxın, sap necə çıxır? Bu sapın istiqaməti belə gedir. Onsuz da bu birinci sıranı toxuyanda bunu elə saxladım ki, içinə gizlənsin. Deməli, nə edirəm? Baxın, sapın ucunu qısa saxlamışam. Həm də nəyə görə? Ucları çox uzun saxlayanda sapın sərfiyyatı da çox gedir. Onsuz da bu kəsiləcək. Mən nə edirəm? Baxın, bu aralara belə keçirəm iynə ilə. Bilin ki, qabağa çıxmasın. Okay. Belə qəşəng yavaş keçirdim. Belə saldım iynəni. Axıra qədər keçirmirəm. Deməli, bu ucluğu iynənin başına salıram. Və buradan keçirdirəm. Əgər bax, qalıq sapın ucu qısadırsa, onu gizlətməyin ən rahat metodu budur. Birinci iynəni salırıq, sonra sapı keçirdirik. Yenə bax, yenə buradan gizlətdim. Buradan qabağa salmaq lazımdır. Yenə belə edirəm. Ən az bir dəfə belə keçirmək məsləhətlidir. Mən elə olur 3 partiya keçirdim, amma sapın ucunun uzunluğundan asılıdır. Belə olmalıdır, biraz şeydir. Axırıncı dəfədə keçirdim. İki dəfə keçirdimizsə tam da belə bəs eləmiş ola bilər. Tak, bunun mərkəzi ucunu belə eləyirəm. Bu qalığı da kəsirəm. Bu qədər. Bu işimizi özümüzə azaltdıq biraz. Keçirik indi 3-cü sıraya. Deməli, 3-cü sırada, baxın, bu bənövşəyidir, Sirenoy R3.
Burada yenə başlayırıq təməl yaratmağa ki, rakuşkalarımızı yerləşdirək. Amma biraz fərqli olacaqdır. Deməli, ikinci sırada ki, bu toxuduğumuz bu atmasız sütunlar var ha bu arada. Bu rakuşkaların arasındakı bu atmasız sütunlar. Deməli, onların içinə bucaqlar toxuyuruq. Üçüncü sırada ancaq və ancaq bucaqlar toxunacaq. Bucaq nədən ibarətdir? Deməli, burada biraz şey göstərilib, gəlin buradan baxaq. Deməli, bucağımız 4 dənə bir atmalı sütun toxumalıyıq. 1, 2, deməli 1, 2, 3, 4. 4 dənə bir atmalı sütun toxuyuruq. Deməli, bir dənə bir atmalı sütun, 1 zəncir. Bir dənə bir atmalı sütun, 3 zəncir. Bir dənə bir atmalı sütun, 1 zəncir və bir dənə bir atmalı sütun. Bu hamısı bizə bucaq əmələ gətirir. Və bundan sonraki bütün sıralarda bucaqlar üçün bu kombinasiyanı toxuyuruq. Və bucaqların arasında bir bucaqdan o biri bucağa qədər bir əvvəlki sıradakı rakuşkanın başının üstündən keçmək üçün 5 dənə zəncir toxuyuruq. Bunu belə tutum istəyirsiniz, screen eləyin, buradan pauza eləyin. Bu belə də kvadrat düz durur. Bu belə tərəfi. Deməli, getdik. İndi burada, deməli, bu sıranı bağladığımız yerdən elə bax, ya bura toxumaq məsləhətlidir. Bura qayıdacaq. Bucağı yerləşdirməyə. Deməli, buradan toxuyuruq. 1, 2, 3 və 4 zəncir. Deməli, bu 4 zəncirin 3 dənəsini bir dənə bir atmalı sütun kimi hesablayırıq. Çünki sıranı başlayırıq. Bir dənəsi də bucaq boşluğunun biri üçündür. Deməli, sırf bucağın özünü toxuyaq göstərərəm yaxşı. Deməli, buradan bir dənə sap alıram, keçirəm həmin bax bu yerə. Bir dənə sütun toxuyuram. Bir atmalı. Burada 3 dənə zəncir toxuyuram. 1, 2, 3. Və bu əsl bucağın özünün boşluğu olacaqdır. Buradakı bir dənə zəncirli boşluğa biz rakuşka toxuyuruq. Burada olduğumuz yerdən yenə həmin yerə qayıdıram. Bir dənə sütun toxuyuram. Bir dənə zəncir və yenə bir dənə sütun. Deməli, baxın, görüntü budur. Həmin bax, burada göstərdiyim şey, bax, budur. İndi, bu biri yerdəki bucağı toxuyana qədər biz buradan, bax, bu rakuşkanın üstündən keçmək üçün körpü toxuyuruq. 5 dənə zəncir. 1, 2, 3, 4, 5. Gəldik bura. İndi burada elədiyimizi eləyirik. Burada sadəcə 3 zəncirlə başlamışdıq. Burada sütunla başlayırıq. Deməli, bir dənə bir atmalı sütun, bir dənə zəncir, bir dənə bir atmalı sütun, eyni yerə. 3 dənə zəncir, bir dənə sütun, bir zəncir və yenə bir sütun. Baxın, bu da bizim ikinci bucağımız. Baxın, bir bucaq, iki bucaq. Kvadratımızın bucaqları əmələ gəlir. Oy, bismillah. Tak. 1, 2, 3, 4, 5. 5 dənə toxuduq. Gedirik növbəti bucaq yerinə. Deməli, buradakı atmasız sütunun başına bucaq toxuyuruq. Bucağın təməlini daha doğrusu. Getdik. Bir dənə bir atmalı sütun. Bir zəncir. Yenə bir atmalı sütun.
3 dənə zəncir, bir dənə də sütun, bir dənə zəncir və bir dənə də sütun. Tak, bu da belə və davam edirik. 1, 2, 3, 4, 5. Deməli, gedirik bucaq toxumağa. Bir dənə sütun, bir dənə zəncir, bir dənə sütun, 3 dənə zəncir, bir dənə sütun, hamısı eyni yerə, bir dənə zəncir, bir dənə də sütun və bu bucağımızda tamamladıq. 1, 2, 3, 4, 5. 5 dənə zəncir toxuduq. İndi bura birləşdirməliyik. Və yenə burada sıranı 4 zəncirdən başlamışdıq. 1, 2, 3. 3-cü zəncirin içinə keçirik. Sürüşdürmə ilməsi ilə sıramızı bağlayırıq. Bu da bizim 3-cü sıramızın sonu. Deməli, bizim 4-cü sıramız, deməli, bu yaşıl sıra olacaqdır. Deməli, bu yaşıl sırada 3 zəncirli boşluqların hamısına bir dənə atması sütun toxuyacaq. X. Belə. Bütün bir zəncirli boşluqlara rakuşka toxuyacaq. Belə. Və harda ki, bax, bu 5 zəncirli körpü toxumuşduq. Baxın bunlar. Bunları da bir əvvəlki sıradakı rakuşkalara atmasız sütunla birləşdirəcəyik. Bax, belə. Məntiqlə odur ki, bütün rakuşkaların arasında bir atmasız sütunlar duracaqdır. Onlar da onları yerə bərkidir aşağıya. İndi baxaq. Başa saldım belə. İndi praktikada görək. Deməli, baxın, biz hardayıq? Biz bucaqdayıq. Deməli, qeyd elədik ki, həmin bu 3 zəncirli boşluğa atmasız sütun toxuyacaq. Bu 1 zəncirli boşluqlara da rakuşka toxuyuruq. Deməli, mən burada artıq bu 4-cü sıranı rakuşka toxumaqla başlamalıyım. Yenə məsləhət görürəm ki, bir dənə zəncir toxuyaq sıranın başlanması üçün. Elə bu zənciri burada markerlə işarə eləyə bilərsiniz istəsəniz ki, sıranı burada başlamışam. Bu artıq onsuz da görsənəcəkdir, amma neysə. Deməli, gəlirəm bura 7 dənə sütun toxuyuram. Yəni, rakuşечkamıza 1, 2, 3, 4, 5, 6, 7. Tak, bu bizim rakuşkamız. Bu hazırdır. Deməli, bura mən 3 zəncirli boşluğa bir dənə atmasız sütun toxuyuram. Belə. Və növbəti bir zəncirli boşluğa bura rakuşka toxuyuram. Getdik. Bu bir sütun. 2, 3, 4, 5, 6 ve 7. Okay. Bucağımızın biri hazırdır. Deməli, burada indi baxın. Bax, bu 5 zəncirli körpüydü. Bundan əvvəlki sırada toxuduq. Onu bu bir əvvəlki sıranın rakuşkasının başına bərkitmək lazımdır. Deməli, buradakı rakuşkada 7 dənə, ümumiyyətlə hamısında 7 dənə sütun var, düzdür? Ən orta sütunun, baxın belə, sayla da saya bilərsiniz, mən gözə qərar edirəm. Ən ortadakı sütunun başına belə keçirsiniz.
həmin bu körpü milçənin üstündə durmalıdır. Və buradan sap alırıq, çıxardırıq qabağa. Və bu 2 dənə ilməni birlikdə toxuyuruq. Bu oldu bizim atması sütunumuz. Və bunu da elə toxuduq ki, həmin bu körpücük bu sütunun içində bərkilmiş qaldı. Belə. Bunu saxlayacaq. Getdik növbəti bucağa. Deməli, yedirik. Bura bir zəncirli boşluğa rakoşka toxuyuruq. 1 2 2 3 4 5 6 və 7. Tak, növbəti bura deməli atması sütun, növbəti boşluğa rakoşka. 1 2 3 4 5 6 7. Tak, deməli baxın. 2 dənə bucağımız hazırdır. Sıralar artdıqca həmin bu bucaqların arasında, baxın burada da bu 2 bucaqdır. Bunların arasındakı bu təkli rakuşkalar çoxalacaq. Çoxalacaq deyəndə mən 6 sıra toxumuşam deyə bir dənə olacaq məndə. Siz kvadratı daha böyük eləyə bilərsiniz. Nə bileyim 10 sıra, 15 sıra, 16 sıra eləyə bilərsiniz. Burada cüt sayı lazımdır. Onda həmin şeyin arasında bu təkli rakuşkalar daha çox olacaqdır say. Gəlin elə mən də biraz böyük eləyərdim. Nə ona gəldi, bu çox balacadır. Daha böyük eləmək var. Biraz əziyyət azlısın kvadratı birləşdirməyin. Okey. Deməli, bu 5 zəncirli bu körpünü bu bir əvvəlki sıranın rakuşkasının düz ortasına belə birləşdirirəm. Atması sütun toxuyuram. Və getdik yenə. 1 2 3 4 5 6 7. Tak, bunu toxuduq. Sonra gedirik bu 3 zəncirli boşluğa bir dənə atması sütun. Sonra burada növbəti rakuşka. Geriləmək var ora. 1 2 3 4 5 6 7. Tak, yine bu körpücüğü bərkidirik. Tak, gittik yine. Rakuşka. 1 2 3
4, 5, 6, 7, atmasız sütun, yeni rakuşka ve bu sıranın son rakuşkası olacak. 1, 2, 3, 4, 5, 6, 6, 7. Bunu da birleştiririk. Şimdi burada bir tane moment olacak. Buna diqqətlə baxaq. Deməli, bu sıramızın birləşdiririk sıranı bağlamaq üçün. Markeri olan yerə elə bağlaya bilərik. Elə bura keçirəm. Sürüşdürmə ilməsi ilə bağlayıram. Markeri çıxardaq, bizə lazım deyərək. İndi bura baxın. Biz deməli növbəti bu olacaq 5-ci sıra. Deməli növbəti 5-ci sıranı biz buradan başlamalıyıq. Bu atmasız sütunun başından. Amma biz sıranı bağlamışıq, ondan bir sonraki ilmədəyik. Deməli bura qayıtmalıyıq. Bura qayıtmaq üçün də deməli baxın. Bu bizim atmasız sütunumuz. Bu da bizim sıranı bağladığımız yer. Baxın, elə bunu təxmini belə bir uzunluqda saxlayırıq. Arxadan qabağa buralardan bir yerdən çıxırıq, çox görünməsin. Bunu çıxardırıq arxa tərəfə. Çıxartdıq. Da. İndi bu atmasız sütunun başından keçirəm. Və bu arxaya keçirdiyim ilməni qabağa çəkirəm. Qayıtdıq bizə lazım olan yerə. İndi 5-ci sıranı toxumağa başlaya bilərik. İndi gəlin burada da baxaq. 5-ci sıra bizdə narıncı sıradır. Deməli, baxın. Burada çox da yeni bir şeylər yoxdur. Deməli, bizim bucağımız var. Bucağımızı bilirik, nə edirik. Deməli, baxın, bu bizim kvadratikimiz. Bu yanaşı duran rakuşkalar həmişə kvadratın bucağı olacaq. Qızlar. Burada da bax, bunun yekə versiyasında. Burada da eyni cürə. Bu kvadratın bucaqlarıdır. Bu bir bucaq, bu da iki bucaq. Bu da arada təkli olan rakuşka. Bayaq qeyd elədim ki, daha çox sıra toxumaq istəsəniz, onda həmin bu bucaqların arasında bu təkli rakuşkalar çoxalacaq. Əlbəttə ki, bir dəqiqə üzr istəyirəm. Bax, görək, harada qalmışdıq. 5-ci sıradaydıq da. Deməli, bucaqlarımızı bilirik. Sonra bu bucaqların arasında, indi məndə 6 sıra toxuyumları, bircə dənə təkli rakuşka üçün yer düzəltməliyim. O da bircə dənə belə olacaqdır. Deməli, bir əvvəlki sıradakı rakuşkaların arasında olan bir atmasız sütunun içinə, baxın, bu bünövrəni yerləşdiririk. 2 dənə bir atmalı sütun, arasında da bir dənə zəncir. Məsələn, daha çox sıra eləmək istəsəniz, deməli, bu sizin bucaqlarınız olacaq. Arada bu rakuşkalardan artıq 2 dənə yerləşdirə biləcəksiniz. Deməli, belədən göstərim də. Baxın, tutalım ki, bu artıq 6 sıra toxumusunuz. Mən indi toxuyacağım kimi daha çox toxumaq istəyirsiniz. Deməli, burada 7-ci sırada bucağımızda təməl yaradırıq. Bu heç bunları, bunu bilirik. Burada artıq, baxın, 2 dənə yer var. 2 dənə təkli rakuşka yerləşdirmək üçün 2 dənə nöqtə var. Bir bu atmasız sütun, bir də bu atmasız sütun.
oranın ikisinə də bax bir dənəni yerləşdirəcəksiniz. Buna şərti olaraq V deyirəm mən, latin V hərfisi. 2 dənə bir atmalı sütun, bir dənə də zəncir ortasında. Və onların hamısının arasında 5 dənə zəncir məsafə. Bir əvvəlki sıradakı rakuşkaların üstündən belə aşıb bizə lazım olan yerə çatmaq üçün. Biraz çox danışıram, amma danışmaq lazımdır, hamıya aydın olsun. Ola bilər ki, kimsə çətin həzm eləyir informasiyanı. Getdik. Deməli, burada olduğum yerdə bucaqların arasındayım. Ona görə burada təkli yeri bünövrə yerləşdirəcəm. Bu da olacaq, deməli, 1, 2, 3, 4. 4 dənə zəncir, bu 4 zəncirin 3 dənəsini bir dənə bir atmalı sütun kimi sayırıq, sıranı başlayırıq deyə bir dənə zəncir də o boşluq üçündür. Və elə buradacana sap alıram, həmin baxın bu yerə gedirəm, bir dənə bir atmalı sütun yerləşdirirəm. Gördünüz, belə bir şey oldu. İndi biz bucağa getməliyik, ora getmək üçün 5 dənə zəncir toxuyuruq, 1, 2, 3, 4, 5 və bura bucağımızı yerləşdiririk. Buradakı iki rakuşkanın arasındakı atması sütunun başına. Deməli, bir dənə bir atmalı sütun, bir dənə zəncir, bir dənə bir atmalı sütun, eyni yerə, 3 dənə zəncir, 1, 2, 3, bir dənə bir atmalı sütun, yenə həmin yerə, bir zəncir və sonuncu bir atmalı sütun. Görürsünüz, uşaqlar necə görsənir. Getdik, indi bura gedirik. Yenə təkli rakuşka bünövrəsi yerləşdirmək üçün. 1, 2, 3, 4, 5. Sap alıram. Deməli, gedirəm bura. Bir dənə bir atmalı sütun, bir dənə zəncir və bir dənə də bir atmalı sütun. Baxın, bu bizdə nə oldu? Həmin bu. Baxın, bu şərti olaraq V dediyim bünövrə. Getdik. 1, 2, 3, 4, 5. Burada artıq məncə daha detallı izaha ehtiyac yoxdur. Bucaq toxuyuruq bura. Bu bizim 5-ci sıramızdır, qızlar. Gərək kvadratikaları biraz da böyük eləyərdim öz idealım üçün. Belə dıngı 200 dənə kvadratı birləşdirmək zülüm olacaq. 2, 3, 4, 5. Planlaşdırmışam güya yay üçün olacaq, amma hep bilmirəm. Bu yaya heç onu çatdıra biləcəm ya yox. Özdə şeydir, yanvar ayından toxumağa başlamışam ha. Mart ayıdır. Dəhşət. Nəsə lazım idi, özünü iş açırdı. Ay qız. 1, 2, 3. Burada çox izahat vermirəm, çünki bayaqdan çox detallı izah elədim. Amma yenə də əgər nəsə başa düşməsəniz, şərhlərdə soruşun. İnşallah ki, kömək edəcəm. 2, 3, 4, 5. Bunu da bitirək. Sonra kvadratımızı toxumağa baxaq. Elə birləşdirməsini də göstərəcəm. 1, 2, 3, 4, 5. Tak, baxın. Və sonuncu 5 zəncirimizi 1, 2, 3, 4, 5 toxuduq. Və sıramızı həmişəki kimi bağlayırıq. Deməli, 1, 2, 3, üçüncü zəncirə
bağlayıram. Deməli, və 6-cı və mənim üçün sonuncu rakuşka sırasını toxuyuram. Deməli, burada indi yarısını göstərəcəm, qalanını pauzaya basacağım, özünüz toxuyub bitirərsiniz qızlar. Çünki videomuz şiddətli dərəcədə uzun olacaq. Deməli, burada biz hal-hazırda rahat yerdəyik. Nə barədə rahat? Geri filan qayıtmağa ehtiyac yoxdur. Heç ara elə növbəti addımımızı atsaq, bizə bu boşluqda rakuşka toxumağa gərək olacaq. Baxın, bucaqların arasında bu təkli V-lər var. Onların içində təkli rakuşkalar toxuyacaq. Olacaq, bax, bunlar, bu aradakılar. Burada da yəqin ki, görüntü ilə aydındır da, bucaqların arasındakı bu V. Tak, burada başlamaq üçün elə bir dənə zəncir toxuyuram. Sıranın başlığıdır. Burada yenə marker yerləşdirə bilərsiniz. Sıranın başlanğıcını işarələmək üçün. Mən eləmirəm. Artıq neçə dənəsini toxumuşam bu kvadrat. Yadımdadır. Görə bilirəm. Bir də əgər gözünüz zəif görürsə, tünd rəngdə sapda ola bilər ki, görə bilmərsiniz. Çünki mən bunu toxuyanda biraz zəif görürəm. İlmələri. Orada işarələmək olar. Okay, getdik. Bura bir dənə rakuşka yerləşdiririk. 1 2 3 4 5 6 bir də 7. Tak. Deməli, 7 dənə sütun, bir dənə rakuşkamız oldu. Keçirik bu pis tərəfə. Buradan bax, bu körpücüyü bura bərkidirik. Atmasız sütunla. Sonra gedirik bucağımızı toxuyuruq. Bucağımızı da bilirik də yəqin ki, necə toxuyuruq. İzaha ehtiyac yoxdur. 2 3 4 5 6 7. Sonra ortaya atması sütun, növbəti rakuşka. 1 2 3 4 5 6 7 və yenə də bu körpünü birləşdiririk bura. Və buranda davam edirik. Deməli, buralara, bura bir dənə rakuşka, bucaqlarımızı da 2-2 rakuşka. Bunu özünüz bitirin, sıranın sonunda görüşək. Tak, sıramızı bitiririk. İndi sıranı bağlamağı göstərim buradan. Deməli, əgər davam eləyəcəksinizsə sıra toxumağı, elə buradan belə giririk, sürüşdürmə ilməsi ilə bağlayırıq. Onu göstərməyəcəm, bayaqdan o sürüşdürmə ilməsi ilə çox bağlamışım. Amma əgər son sıradırsa və mən burada nə edirəm? Bunu biraz belə çəkirəm. Qayçı ilə kəsirəm. Deməli, bunu buradan çəkirəm. İndi həmin bu ucu, baxın, bu markerin durduğu yer var, arxadan qabağa, məsələn, buralardan bir yerə belə çıxıram. Bu sapı buradan arxaya çıxartmaq lazımdır. Aləmi qatdım bir-birinə. Bu markeri çıxardaq. Tak, baxın. Bu belə boş görsənir buradan. Bu indi belə qalacaq. O heç
ağ çərçivəni toxuyanda bu sabitlənəcək. Okay? Yəni hal-hazırda bunu belə saxlayıram mən. Tak, buna bir quş. İndi gəlin çərçivənin özünə baxaq. Deməli, burada toxuduğum, baxın, bu ağ rəngdə. Bu çərçivəni necə toxuyaq? Elə baxın, bu axırıncı kvadratı da buradan birləşdirərik, gedər. Deməli, bunu burada mənə qəhvəyi rəng lazım olacaq. Bu rəng yerləşdirməmə görə, ona görə götürürəm. Bunu, bu bizim nümunəmiz, bu sonra lazım olacaq. Yəni hamısı eyni toxunub, onsuz da burada da. Baxın, bu eyni cürə çəkilir. Deməli, kvadrat üçün, kvadrata çevirmək üçün nə edirik bunu? Deməli, bucaqda kvadratın özünə əmələ gətirmək üçün belə bir bucaq toxuyuruq. Deməli, 2 dənə sütun, 2 zəncir, 2 dənə sütun, bir atma olsun. Hamısı eyni nöqtəyə toxunulur. O həmin nöqtədə nədir? Bax, bu nöqtədir. Bucaqdakı 2 dənə bu yanaşı duran rakuşkanın arasındakı atması sütunun üstünə. Vizualinə də buradan baxaq. Bu 2 dənə yanaşı duran, biz dedik ki, bucaqlarımız bunlardır da. Bu bucaq, bu bucaq, bu, bir də bu. Bu ikisinin arasında, baxın, bu 3 dənə boşluqdur da burada. Bu bir zəncirli boşluq idi, bura rakuşka toxuduq. Bu da bir zəncirli boşluq idi, bura rakuşka toxuduq. Onların ikisinin arasında 3 zəncirli boşluq var idi. Orada atması sütun toxumuşduq. Bax, bu 2 dənəsi burada durur. Bax, bu vertikallə bunlar da odur. Onun üstünə toxuyacaq. Sonra, deməli, onların arasında nə edəcək? Burada belə sırayla yazmışam. İndi ardıcılıqla baxamağa görə. Bax, bu bir atmalı yarım sütun, 2 dənə dalbadal, sonra 3 dənə ardıcıl olaraq atması sütun, sonra yenə 2 dənə yarım sütun, bir atmalı və bir dənə, bax bu, belə başa salında, gəlin burada çəkim elə. Bir dənə də yaxın eləyək bunu. Okay. Deməli, qızlar, buradakı bucağı nə edirik? Deməli, 2 dənə, pis gündə çəkirəm, amma fikir verməyin. 2 dənə bir atmalı sütunun arasında zəncir. Sonra, deməli, bu rakuşkaların arasında bu atmasız sütunlar var. Onların başına bir atmalı sütun toxuyuruq. Okay. Burada yenə bucağa gəldik. Burada eyni bu şeyi toxuyuruq. Deməli, tak, 2 dənə bir atmalı sütun, 2 zəncir, 2 dənə bir atmalı sütun. Deməli, indi bu rakuşkaların üstünü necə eləyirik, toxuyuruq. Əsas məsələ odur. Deməli, hər rakuşkanın üstündə, deməli, rakuşka bizdə 7 dənə bir atmalı sütundur, düzdür? Deməli, hər bir üstündən bax, bunları toxuyuruq. Deməli, bu, baxın, burada 7 dənə sütun var. Bax, 3 dənə atmasız, 2 də yarım sütunlar. Cəmilikdə 7 dənə yer. Bunların hamısını ardıcıl olaraq rakuşkanın üstündən toxuyacaq. Bu rakuşkanın üstündəki şeylərə. Belə məntiqini başa salıram ki, yəni videoda gördüyünüzü başa düşməsəz, yenə belə baxanda biləsiniz. Baxın, rakuşkaların arasında bu atması sütun var. Bu da 1. Deməli, bunların arasında bu 7 dənə bu sütun toxumuşuq. Onların başındakı bu hörüklərə. Biz bunları toxuyacağıq. Burada indi görün, bu belə yarım kürə fasondur. Bilmirəm, yerləşəcək biləcək. Məsələn, bax, 3 dənəsi bura belə.
Bax qıraqda da 2 dənə yarım sütun. 2 dənə yarım sütun. İndi burada eybəcər görsəndə, amma ən səliqəli burada görsənir. Bax bu balıq qulağının rakuşkanın üstüdür. Bildiniz də yəqin ki də. Bucaqlar hər yerdə eyni olacaq. Rakuşkaların arasında eyni olacaq. Deməli bu rakuşkanın öz üstü də bunlar olacaq. Getdik. Yəni göstərim sizə. Deməli birləşdirmə əsnasında mən bunu necə birləşdirirəm qızlar? Deməli ağ sapımı götürürəm. Deməli mənə bu rəngi indi bura birləşdirmək lazımdır. Bunu götürürəm. Deməli bizim burada bu sallanan ucumuz var. Deməli okey. Deməli həmişə başlayıram bucaqdan. Bir də bu uc olan yerdən. Çünki bunu birinci tərəfi elə toxuyanda birbaşa bunu da gizlədəcəm. Birləşdirəndə hələ bunun öz ucu da olacaqdır. Bunu da birləşdirəcəm. İkisini də gizlədə-gizlədə toxuyacağım. Deməli bu adiyalı başdan ayağa qədər bayaqdan bura qədər necə toxumuşam. Deməli bu iki rakuşkanın arasındakı bu atması sütunun içinə keçirəm belə. Deməli sapımın ucunu belə saxlayıram. Buradan keçirdirəm qabağa. Deməli indi bax buradakı bu ucu var ha. Bax bu ağ sapın ucu. Bunu biraz qısaldırıq. Nə qədər? Həmin bax bu birinci rakuşkanın arxasına uzanacaq qədər. Yəni o ölçüdə. Çünki bu bir rakuşkanın arxasında gizlənəcəkdir. Sonra bax bu uc da ikinci rakuşkanın arxasında gizlənəcək. Və şeydir, görsənməyəcək. Onları kəsib atacaq orada. Bir də yəni sap gizlətməyə qayıtmayacaq. Bunları elə burada toxuya-toxuya gizlədirik. Deməli sapı buradan salmışam. İndi bütöv bucağı bir dəfəlik başlayıram. Sıranı başlamaq üçün 1, 2, 3. 3 zəncir toxudum. Bu 3 zəncir bir dənə bir atmalı sütun kimi sayılacaq. Bizim isə bucaqdan bizə nə lazımdır? Bax bu bucağı toxuyuram. 2 sütun, 2 zəncir, 2 sütun. Getdik. Bu birincisi idi də. Sap alıram, yenə eyni yerə gedirəm. Sonra baxın. Bu ucu, bax buranı toxunmaq əsnasında bu ucu daima milçənin üstündə saxlayıram ki, bunu toxuyanda həmin bu uc sap da bu içəridə qalacaqdır bu belə. Deməli, getdik. Deməli, bura bir dənə sütun, 2 dənə zəncir, eyni bu nöqtəyə 2 dənə də bir atmalı sütun toxuyuram və yenə bunu üzdə saxlayıram belə. Milçənin üstündə olsun ki gizlənsin. Bu bizim bucağımız. İndi getdik rakuşkanın üstünü toxumağa. Baxın. Görün bu artıq bax buradakının içinə girdi. Belə toxumağa davam edeyim. Deməli, rakuşkanın üstünü toxuyuruq belə. Ardıcıl olaraq bir-bir. Yarım sütun, onu burada toxumamışıq, gəlin göstərəm. Yarım sütun nədir? Bir atmalı yarım sütun. Bir dənə sap alıram. Gedirəm, bax bu hörüyün içinə. Baxın, burada hörüklər var. 1, 2, 3. Növbəti hörüyün içinə keçirəm. Növbəti hörük də deyəndə, yəni bu sütunun başında hörük var ora. Keçirəm bura. Bu uc sapı burada üstə saxlayıram milçənin üstündə belə. Buradan sap alıb çıxardırım ön tərəfə. İndi baxın 3 dənə ilmə var milçənin üstündə. Sap alıram, bu üçünü bir yerdən toxuyuram. Bu bir. Bu bir dənə yarım sütun. Sap alıram, gedirəm növbəti yerə. Sapımı yenə burada üstə saxlayıram. Deməli, buradan sap alıram, yenə eyni şeylərəm. Sap alıram, bu üçünün içindən birdən keçirdirəm. Sonra bizdə gəlir, deməli, 3 dənə, bax bu x-lər, atması sütun. Getdik. Deməli, bura keçirəm. Bunu yenə üstə saxlayıram.
Deməli, bu 1, bu 2, bu 3. Bax. Deməli, bu ucu buradan biraz çəkmək olar. Safsiyam azcana, lap azcana. Deməli, bundan sonra bu 3 dənə atma sütundan sonra yenə gəlir 2 dənə yarım sütun. Sap alıram, gedirəm bura. Deməli, sap alıram, bu üçün içindən keçirdirəm. Bu 1. Bunu artıq gizlətməyə bilərəm, arxaya salacağım. Bunu buradan kəsmək olar. Baxın, hamısı bunun içində qaldı. Buradan keçir bu sap. Kəsmək olar. Deməli, bir dənə də yarım sütun toxuyuram növbəti yerə. Okey. Bir dənə rakuşkanı tamamladıq. İndi gəlir, baxın, bizdə burada atmasız sütun var 2 rakuşkanın arasında. Ora bir dənə bir atmalı sütun toxuyuram, bax bunu. Bu arada. Dök. Sap alıram, ikisini toxuyuram, ikisi qaldı. Sap alıram, ikisini toxuyuram, qalmadı. İndi baxın, burada bir dənə diqqət eləyək. Deməli, buradan biz keçirik artıq, bax, bu sap birləşdiyi yerdir, sıranın bitdiyi yerdir. Və bizim rakuşkamız başlayır. Deməli, buradan biz ən birinci rakuşkanın başına toxumalı. Sütunun. Burada çaşdırırsınızsa, buradan sayın. Baxın, bu məndə olur atmasız sütun, sonra gəlir 1, 2, 3, 4, 5, 6, 7. Deməli, bunun başına toxumalıyam. 7-ci sütun budur. Və bayaq sütunu necə toxumuşduq? Yenə elə toxuyuruq. Deməli, burada diqqət, burada yenə birləşdirəcəm. Sap alıram, keçirəm bura. Yarım sütun toxuyacağım. Bunu bura salarkən elə bax, bu ucu da bura çəkirəm. Mən buradan biraz dartıram. Burada yuxarıda saxlayıram. Sap çıxardıram. Üçünü bir yerdə toxuyuram. Toxuduq. Bu birləşəcək, sonra həm də sıx toxusanız, həm bunu da dartmaq lazımdır, onda o da birləşəcək. Bir dənə də növbəti yerə yarım sütun, bu ucu yenə milçənin üstündə saxlayıram. Sonra 3 dənə atmasız sütun. 1, 2, 3. Getdi, baxın, ucumuz hələ də buradadır. Biraz dartırıq. Çox cüzi. Sonra 2 dənə yarım sütunumuz qaldı rakuşkanın üstünü bitirmək üçün. Burada baxın, istəsiz davam eləyə bilərsiniz, istəsiz kəsə bilərsiniz. Artıq mən kəsəcəm. Bir sapı, bir dənə rakuşkanın, hər sapı hər bir dənə rakuşkanın arxasına edirəm. Da elə burada kəsim, mən keçəcəm. Bu qəhvəyi ucluq, bu da ağ rəng. Bu qədər. Bunları bax, toxuma əsnasında eləyəndə sonra buna qayıtmaq lazımdır. Baxın, heç bir uc filan yoxdur burada. Hər şey tərtəmiz qalıb. Deməli, bu tərəfi qutaraq uşaqlar. Deməli, burada rakuşkaların arasıdır. Burada bir atmalı sütun toxuyuram və yenə növbəti sütun gəlir. Bax, burada bucağın yarısını toxuyacaq və birləşdirməyə keçəcək. Elə bir ki, bucaqda biz nə toxuyuruq? 2 sütun, 2 zəncir, 2 sütun. Burada 2 sütun, 2 zəncir toxuyacağım və bir də zəncir də toxuya bilərsiniz. Və başlayacaq buranı birləşdirməyə. Deməli, aranı düzəltdik, getdi yenə 2 dənə yarım sütun. 3 dənə atmasız sütun. Bu 1, 2, 3 və yenə 2 dənə yarım sütun.
Əgər burada ardıcıllıqda nəsə düz eləmiş olmasa, sayı düz gəlməsə, deməli rakuşkalarda sayı səhv eləmisiniz. 7 dənə olmalıdır. Məndə köhnədən toxuduqlarımın içində arada çıxmışdı 6 dənə 7-nin yerinə. Onda bilirsiniz nə etdim mən? Bu kənara çatanda məsələn burada 6 dənə sütun yox, 7 dənə yox, 6 dənədir. Onda bu kənarda yarım sütunların ikisini də bir dənə yerə toxudum. O biraz basat elədi. Görünüşdə hiss olunmadı, amma məsləhət görürəm ki, bəri başlandan diqqətli olasınız. Okey, indi gedirik bucağın yarısını toxumağa. Deməli 2 dənə bir atmalı sütun. 1, 2. Burada zəncirin birini də toxsaz kifayətdir. İndi baxın. İndi bunu belə toxuya bura birləşdirəcəm. Sonra dönəcəm bu hissəni birləşdirəcəm və axırda da bu hissəni toxuyub bitirib bağlayacağıq. İnşallah ki. Tak, onu birinci belə çevirmək lazımdır. Çünki səmtim belədir. Belə toxuyub gedirəm. Deməli, biz burada hər sütunların başında bayaqdan bax bu qaydalı ardıcılıq nə toxumuşuqsa, burada da eyni şeydir. Bunları paralel birləşdirmək lazımdır. Hər toxuduğumuz bir sütun onun eyni, elə bir ki, güzgü əksində olan bu tərəfindəki ilə birləşdirəcəyik. Nətər onu edirik də, göstərim istəyirəm, yaxınlaşdırım. Deməli, bax bu ucu, bu ilməni mən bura salmalıyım. Burada da baxın, ağ rəngdə işıq saçır. Deməli, hər sütunun başında bir dənə hörük var belə. Burada çalışım nətər başa salım. Baxın, bu sütunun üstündəki hörük budur. Bu yox. Burada bu balaca bir dənə bu şey də var. Buradan bura keçmək lazımdır. Baxın, hörüyün iki tərəfinə götürdük. Arxadan da belə görsənir. İndi bunu götürüb bula salıram. Tak, sapı dartıq. Okey. Deməli, birini birləşdirdim. Ona görə deyirəm ki, burada bir zəncirdə eləmək olar. Deməli, sap alıram. Bax, burada bucağın yarısını toxumuşdum. 2 sütun düzdür. İndi həmin geridə qalmış qalan 2 sütunu da eyni bura toxuyuram. Tak, bu bir. Tak, toxudum. Biraz dartıram yüngülcə. İlçəni çıxardıram. İndi bax, birinci birləşdirdiyimiz buradadır, bu hörükdə. Düz yanındakı növbəti hörüyün içinə keçirəm. Bu ilməni buradan keçirdirəm. Biraz dartaq. Burada birləşdirmə yerində çox dartmayın. Okay? Çünki burada sarıyır, bura bizə 2 qat məsafə lazımdır. Sap biraz çox gedəcəkdir birləşdirmə sıralarında. İkinci, axırıncı, ikinci deyirəm. Bucağımızın axırıncı sütununu eyni bura yerləşdiririk. Yenə çıxardıram. Və baxın, bunu bura birləşdirmişəm. Gedirəm növbəti hörüyün içinə. Yenə bunu çıxardıram. Okay. İndi baxın, bucağı tamamlamışam. Bundan sonra mən artıq 2 dənə yarım sütun toxumalıyam, düzdür, sxemə görə. Tak, sap aldım, gedirəm bura. Deməli, bu üçünün hamısının içindən keçirdirəm sapımızı. Tak, biz buradayıq, növbətinin içinə keçirik. Belə.
dənə də yarım sütun növbəti yerə. Bu birləşdirmə xətlərində vaxt biraz çox gedəcək. Çünki həm bunu toxuyuruq, həm bura birləşdiririk. Okay. Görürsünüz, artıq birləşir. Tak, buradan artıq ardıcıl olaraq görüntümüz budur. Belə birləşir. Tak, burada biz artıq 3 dənə atması sütun toxumalıyıq. Bu bir. Yenə çıxardıram. Keçirdim. İkinci atması sütun. Üçüncü atması sütun. Çok dardım. Sonra 2 dənə yarım sütun eləməliyik ardıcıl. Tak, burada ikincisi. Və bu arada bir dənə bir atmalı sütun. Elə ki, növbəti rakuşkaya keçirik. Görürsünüz. Buradakı kimi belə davam edirik. İndi bura çataq, bir dənə burada bucağı da göstərim sizə. Bu iki tərəfi birləşdirmək biraz çətin. Çətin deyil. Burada bucaqda nə etmək lazım, adam çaşır. Ən birinci kvadratın hamısını təkcənə eləyəcəksiniz. Artıq ikinci və ondan sonrakiləri bir-birinə birləşdirərək gedəcəksiniz. Birinci sırada ancaq bir tərəflər birləşəcək. Artıq ondan sonra iki tərəf birdən birləşməyə başlayır. Oy, çox danışdım. Tak, getdik. Salmışıq. Yarım sütun bir dənə. Yarım sütun 2 dənə. Sonra 3 dənə atması sütun gəlir bura. 1 2 burada 3 olmalı. Bax, buradan çıxartdığınızı çox dartmayın qızlar. Durba belə dalğalı olacaq buraları. Düz ütüləyəndən sonra düzələcək, amma nə qədər çox sıxsanız o qədər çox dalğalı olacaq. Yox, bu üçüncü olmadı, bu ikincidir. Sonra 2 dənə yarım sütunlar. Burada bu hissədə həm sürət də az gedir. Yəni bu birləşdirmə tərəfində istəsəm də çox tez toxuya bilmirəm. Düzdür. Toxdum. Yenə növbəti rakuşkaya keçək. Burada artıq ardıcılığa çox səsləndirməyəcəm. Artıq bilmək olmalıyıq yəqin ki. Bir yarım sütun. İkinci yarım sütun. Sonra 3 dənə atması sütun. Bucağa yaxınlaşırıq.
Üçüncüsü. Sonra yine 2 tane yarım sütun. Yine yarım sütun. Da biraz çevirelim artık. Dönməyimizlə yaxınlaşırıq. Tak. Okey, burada deməli artıq bu bucağa çatdıq. Deməli bir dənə tam sütun. Tak, bunu da buradan. İkinci sütun. Demek ki bucağın yarısını toxuduq. Onu da bura birləşdiririk. Şimdi burada diqqət. Görün hardayıq biz. Deməli bucağın 2 dənə sütununu toxuduq. Burada bir dənə. İstəsəz 2 dənə zəncir toxuya bilərsiniz. O birisi tərəfə keçmək üçün. Baxın, indi buradan mən bu birisi tərəfə keçməliyim. Tak. Ya, indi bura keçirik. İndi burada tak, məndə bax buradakı bucaqda biraz nəsə problem var. Problem də deyil. Tak, bunun arxasında şey yoxdur. Yoxsa var. Bayaqki kimi keçirdirdim. Okey. Düz bax bunun özünə yapışmaq çətin olsa, amma çətin olmaz yəqin ki. Əgər düz bunun içinə keçirmək almasa, elə bu boşluğun içinə keçirdim. Burada çox da fərq eləməz. Buradan birləşdirəndən sonra növbəti birləşdirmə bura keçəcək. Burada nəyəsə nito eləmişəm deyəsən. Amma yox, sxemlə getmişdim. Hər nəysə. Deməli, burada bu bucağın artıq ikinci yarısını toxuyacağıq bura. Sütunlar. Tak, növbəti. Niye buradaymış? Tak, bunu da toxuyuruq. Bu bucaq burada tamamlanır. Getdik. Deməli, yarım sütun toxuyuruq. Bu bir dənə yarım sütun. 2 dənə yarım sütun. Buradan artıq eyni şeyləri eləyib gedirik. Əsas məntiq odur ki, bu başlıqda dediyim kimi buradakı sütunların üstünə toxuduğumuzla buradakı ilə üz-üzə gəlsin. Okey. Paralel olsun. Tak. Bir dənə atmasız sütun. 2 dənə atmasız sütun. Bu 3 dənə atmasız sütun. Tak. Bu yarım sütun. Sonra bir dənə də yarım sütun. Sonra getdik. Bu da rakuşkaların arasındaki atması sütunun başına bir dənə bir atmalı sütun toxuyuruq. Və yenə davam edirik. Deməli, davayçı mən burada pauzanı basım. Deməli, baxın bu hissəyə. Deməli, bura qədər bir özünüz toxuyun, eyni şeydir burada kimi. Bu uca çatmamış dayanaq buranı göstərim. Bucağa yaxınlaşırıq. Deməli, tak.
burada bucağın özü qalıb deyildi. Bucaq hələ başlamamış. Deməli bu rakuşkanın axırıncı yarım sütunuydu. İndi keçirəm. Bir dənə bu birləşdiririk. Sonra ikinci sütun bucağın ikinci sütunudur. Bunu da buradan birləşdirirəm. Biraz sıxdı. Okay. Gördünüz. Bucağı tam, yəni bu nöqtədən sonra artıq bura keçirik. Birləşdirməni bitirdik. Burada 1 ya 2 zəncir toxuyuram. Keçirəm. Baxın bu bucağın yarısını toxumuşduq. 2 sütun. İndi qalan 2 sütununu da toxuyuram. Okay. Və bu hissəni artıq adi toxuma kimi toxuyub gidirik. Çərçivəni necə toxumuşduq. Deməli, yarım sütun 1 dənə, yarım sütun 2 dənə, atmasız sütun 1, atmasız sütun 2, atmasız sütun 3, yarım sütun 1, yarım sütun 2, rakuşkalar arası bir atmalı tam sütun, yine yarım sütun, yine yarım sütun, atmasız, 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 yarım, bir dənə də yarım. Bu sabı daha çəkirsən. Tak, rakuşkalar arası bir dənə bir atmalı sütun. Deməli, yarım sütun. Bir dənə də yarım sütun. Atmasız 1, atmasız 2, atmasız 3. Tak, burada baxın 2 dənə yer qaldı yarım sütunu. Və burada bucağı tam toxumuşduq. Elə burada baxın 3 dənə zəncirdən başlamışdıq, düzdür. Bax bunun üçüncüsünün 1, 2, 3, üçüncünün başına sürüşdürmə ilməsi ilə bağlayıram. İndi bizə bu ilmə yenə lazım olacaq. Baxın, bu toxuma əşyanın kənarlarında belə hörüklər gəlir səliqəli, birləşdirmə yerində bu belə qırılır. Fokus. Burada bu axsapda çox şey görsənir. Əgər burada çox aydın görmürsünüzsə, TikTok səhifəmdə var bunun üçün qısa video. Bukvalən 2-3 dəqiqəlik videodur. Bunu eləməyin, orada baxa bilərsiniz. Tak, deməli, baxın, bu sap hardan çıxır? Bir bu bütöy hörükdür burada. Sonra bundan sonra gəlir bu qırıq hörük birləşdirmə yerində. Və bundan sonra da gəlir bir dənə də belə bütöy hörük. Buradan belə qabaqdan arxaya keçirəm. Keçdim. Hələ ki çox dartmıram. Deməli, baxın, bu həmin bu sap ucu hardan çıxır bu hörüyün içindən? Bu hörüyün içinə bir də keçirik qabaqdan arxaya. Bunu biraz darta bilərik və hörüklər düzəldi. Əslində bu kvadratı toxumağa başlayanda mən burada bütöv bucağı toxudum. Siz bucağın yarısını toxumağa başlaya bilərsiniz. Yəni belə bir şey eləmək istəmirsinizsə, necə deyirəm? Onu polibom eləmək lazımdır. Deməli, baxın, başlayanda lap əvvəldə 2 dənə sütun toxuyursunuz. Bucağın yarısını və davam edirik belə bunu toxuyuruq, toxuyuruq, toxuyuruq. Bura gələndə bu yerə bucağın qalan yarısını toxuyuruq. 2 dənə sütun, 2 dənə zəncir toxuyuruq və onu bura birləşdirirsiniz. Okay. İndi gəlin bunu arxadan gizlədək. Buna məsləhət görürəm ki, adətən eyni rəngli bir şey toxuyuramsa aşağılara qədər belə tikib gedirəm. Amma burada qəhvəyi rəngin içinə ağ girsə, arxada da çox səliqəsiz görsənəcək. Gəlin o estetikanı saxlayaq.
Deməli buradan bax bu içlərə keçəcəm. Buradan yavaş-yavaş iynəni elə salmaq lazımdır ki, qabağa keçməsin. Hər şey arxada olsun. Sala biləcəyiniz qədər ən az bir dənə rakuşkanın içindən keçsin. Yəni bir dənə rakuşkanın içindən keçdisə bəsdir. Mən biraz da geriyə sala bilərəm. Sapın uzunluğuna qənaət eləmək üçün ucları çox da uzun kəsməyin. Bir dənə kvadratda eləyəndə hiss olunmur, amma artıq burada küllü miqdarda neçə 100 dənə, 200 dənə kvadrat toxuyuruqsa, yəni hamısında fərq hiss olunacaq. Mən özüm üçün toxuyanda, yəni uclar bundan da qısa qalır. Elə gizlədirəm, belə də kəsirəm. Belə. Bu qədər. Bu da bizim adyalkamız. İnşallah ki, görək mən bunu nə vaxt bitirəcəm. Deməli, bayaq nəyi başa salırdım? Deməli, bunu toxumağa başlayanda deməli, lap sıfırdan başlayırsınız. Ən birinci kvadratın 4 bucağını toxuyursunuz, bitirirsiniz. Sonra birinci sıranı belə horizontal şəkildə mən toxudum. Deməli, onu da ancaq bu tərəfləri birləşdirəcəksiniz. Bu da sadədir. Artıq ikinci sıradan, ikinci sıranın birinci kvadratı da bircə bu tərəf birləşdi. Və ondan sonrakılar bucağa birləşir. İndi bax göstərdiyim kimi. Baxın, bu kvadratların rənglərini elə seçə bilərsiniz ki, elə qaydada düzə bilərsiniz ki, elə o özü-özlüyündə nəsə bir görüntü və naxış kimi bir şey yaratsın. Məsələn, tam da belə sərbəst öz istədiyiniz kimi eləmiş ola bilərsiniz. Məncə bu qədər. İnşallah ki, xoşunuza gələr qızlar. Çox əziyyət çəkdim. Xoş toxumalar hamıya.